Və bugün İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar İslam haqqında rəy formalaşdırırlar ki, İslam geridə qalmış sivilizasiya. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatlar çərçivəsində rəy formalaşdırırlar ki, İslam təhlükədir dünya üçün. İslamı terrorizmlə eyniləşdirirlər, İslamofobiya rəvac verirlər, xalqları dinə görə bölürlər, İslam qaçqınlarına qarşı hörmətsizlik edirlər. Bəzi ölkələr, Avropa İttifaqına üzv ölkələr, Stop İslam deyirlər onların rəhbərləri. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu faşizmdir. Faşizm. Və faşizm harada yaranıb, biz yaxşı bilirik. Və unutmamışıq. Faşizm İslam aləmində yaranmıyor.